Pul yok, sponsor yok, amma böyük məqsədimiz var. Gün 2. Mən sizinlə keçən dəfə gün 1-i bölüşmüşdüm. Bugün isə günlük vlog formatıma davam edirəm. Məncə bu sizin üçün də maraqlıdır. Hər dəfə fərqli kadrlar çəkməyə çalışıram ki, sizin üçün sıxıcı olmasın. Növbəti vloglarda sizinlə nə qədər qazandığımı da bölüşəcəm. Bunun üçün ayrıca bir kassa tutmaq fikrim var və bütün buradan qazandığım pulu da həmin kassaya yığacağam və mütləq sizinlə də bölüşəcəm. Buna görə də kanalıma abunə olmağı unutma. Mən bu vlogları daha çox motivasiya olsun deyə çəkirəm. Çünki o qədər evdar xanımlarımız var ki, onlara çox insan tərəfindən deyilir, evdə oturmuşsan, heç nə qazanmırsan, heç nə bacara bilməzsən. Buna görə də mən sizə belə vloglarda dəstək olmaq, kiçik bizneslərinizi inkişaf etdirmək üçün bir motivasiya vermək istəyirəm. Ümid edirəm ki, mən də bu yolda uğurlu olaram və sizin sayənizdə olacaq. O cümlədən də əgər kiçik biznesləriniz varsa və ya vlog çəkməyə təzə başlamısınızsa, bu vlogun altına yazın, bir-birimizə dəstək olaq. Vlogu izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik 3-cü gün vlogunda görüşərik.